Quran buyurur ki, Musa aleyhissalam, qəşəng ayədir bu, eşitmişsiniz, amma bir dənə izah deyim sizə İmam Rızanın dili ilə. Buyurur ki, Musa aleyhissalam gedir, görür ki, 2 nəfər dalaşır. Görür ki, biri Musa aleyhissalam görür ki, bunun tərəfdarıdır, biri Fironun adamıdır, Fironun əskəridir. Həzrəti Musanın da təbliğinin gizli dövrüdür. Bu Fironun əskəri ilə bunun tərəfdarı vuruşur. Quran buyurur ki, فَاسْتَغَاسَهُ الَّذ۪ي مِنْ شِيعَتِهِ عَلَى الَّذ۪ي مِنْ عَدُوِّهِ Buyurur ki, dostu, Musanın dostu. Həzrəti Musa'ya dedi ki, kömək ilə mənə, bu məni öldürür. Düşmənim məni öldürür. Dava düşüb aralarında, bunu öldürən vaxtda Həzrəti Musa gəlib çıxır. Görür ki, Fironun əsəri ilə öz tərəfdarı vuruşur, neynir? فَوَكَزَهُ Musa فَكَزَا عَلَيْهِ Əli də ağır idi Həzrəti Musanın. Elə bir dənə zərbəsi bəs eləyirdi. Vurur, o yıxılır, ölür. Düşmən yıxılır, ölür. İndi bunu bundan sonra Musa aleyhissalam deyir ki, haza min ameli şeytan, bu şeytanın əməlidir. İndi bunu Məmun, xəlifə Məmun İmam Rıza aleyhissalama deyir. Xəlifə Məmun Abbasilərin içində ən savadlı xəlifə idi. 30 neçə yaşı var idi, çox savadlı, ziyalı, yəni ziyalı bu baxımdan ki, savad nöqteyi nəzərdən zamanında savadlı insan sayılır. Deyir ki, İmam Rıza'ya deyir ki, siz deyirsiniz, peyğəmbərlər məsumdur, deyir, bəli. Deyir, bəs peyğəmbərlər məsumdursa, əgər Musa aleyhissalam özü deyir ki, bu şeytanın əməlidir. Vurur, öldürür adamı, sonra deyir ki, bu şeytanın əməlidir. Həzrəti İmam Rıza aleyhissalam cavab verir ki, o şeytan əməli özünün əməlinə demirdi. O 2 nəfərin əməlinə deyirdi ki, şeytan bunları vuruşturdu ki, Musanı xırda işə xərcləsin. Musanın qabaqda missiyası var. Musa köklü bir işlə məşğuldur. Musanın tərəfdarının bəsirətsizliyi ki, xırda məsələyə görə kimlənsə vuruşur, onun bəsirətsizliyi səbəb olur ki, Musa gəlsin, bir əskərə xərclənsin. Yoxsa o ölümə layiq adam idi. O nə qədər günahsız adam öldürmüşdü. Onun qətli məzluma yardım eləyərkən o qətli haqq eləmiş bir adam idi. Amma onun tərəfdarını deyir, gətirib bir kiçik məsələdə, kiçik xırda məsələyə, onların arasında ixtilaf yaradır ki, Musa aleyhissalamın zuhuru təxirə düşsün. Musa zuhur eləməmişdi, Musa hələ peyğəmbərliyini elan eləməmişdi. Musanın işi Fironla idi. Musa Fironun tərəf müqabili idi. O düzənin tərəf müqabili idi. Gəlirlər deyə xırda məsələyə şeytan salır ki, Musa bura çıxsın və xərclənsin, aradan geçsin. Deməli, özünə hakim olmadığı halda tərəfdarlarına hakim ola bilir. Və bunu yadda saxlayın. Ən böyük şeytanın uğuru və çalışdığı iş ixtilafdır, davadır. 2 nəfər insan bir-biri ilə ixtilaf edirsə, bu strateji mövzudur, önəmli mövzu. Çox mühüm məsələdir. İnnəş-şeytan yənzəu beynəhum, bunu Quran deyir. Şeytan aralarında ixtilaf salır. O danışır, bunun üçün bu danışır, onun üçün yersiz rəqabətlər, ayaqdan çəkməklər, mübahisələr, ixtilaflar, haqq əhlinin arasında. Bu şeytanın strateji planıdır. Çünki nə qədər ixtilaf varsa, imamın zuhuru təxirə düşür. وَلَوْ أَنَّ أَشْيَاعَنَا وَفَّقَهُمُ اللّٰهِ لِتَاعَتِهِ İmam Zaman aleyhissalam buyurur, əgər bizim tərəfdarlarımız Allah onları öz itayətinə müvəffəq eləsin, عَلَى اِجْتِمَاعٍ مِنَ الْقُلُوبِ onların qəlbləri bir olsa, فِي الْوَفَاءِ بِالْعَهْدِ عَلَيْنَا لَمَا تَأَخَّرَ الْيُمْ بِلِقَائِنَا deyir, əgər onların qəlbi bir olsa, bizim zuhurumuz bir dəqiqə gecikməz. Bu qədər deyirsən, ay Allah, İmam Zamanı yetir. Ən yaxşı yolu nədir? Mehribançılıqdır, mərhəmətdir, bir-biri ilə dostluqdur, səmimiyyətdir. Buradan deyirsən, İmam Zamanı yetir, buradan gedib kiminsə qeybətini eləyirsən, ixtilaf salırsansa, ən böyük günah budur. Ən böyük zərər budur. Və sizə bir dənə də qayda öyrədim, böyük çıxmasını öyrətmək. Həmişə demişəm ki, öyrədim deyəndə, yəni məsumlar bizə bunu öyrədir, mən yox, mənim o səlahiyyətim yoxdur. Öyrədim deyəndə onları nəzərdə tuturam. Belə bir qayda var.
Hansısa bir yaxşı iş görmək istəyirsiniz. Hansısa qərar vermişsiniz ki, bir işi görün. Harada görsünüz ki, sizə çətin gəlir, çox maneə var, bilin ki, xəzinə oradadır. Şeytan gəlir hansı əməldən daha çox gücünü səfərbər edir. Bilir ki, orada daha çox qazanacaqsan. Məsələn, qərar vermişsən ki, sabah filan kəsə yardım edəcəm. Gördün ki, yardım çox ağır gəlir. Bil ki, burada nəsə var, burada bir fayda var. Dedin ki, bu gecə durub, biraz sübh namazından 15 dəqiqə tez durub namaz qılacam. Gördün ki, yox, yapışdırıblar səni yatağa, qalxa bilmirsən, heç cür, bil ki, Allahın xəzinəsi oradadır. Hansı əməliniz ciddi müqavimətlə rastlaşırsa, hansı xeyir işinizə görürsünüz ki, maneə çoxdur, onu eləmək çətindir, bilin ki, orada Allahın xüsusi rəhməti var və şeytan orada insana daha çox mane olur. Bir hədis deyim, sözümü tamamlayayım. Ən-nas kulluhum halikun. Buyurur ki, insanlar hamısı həlak olur. İlləl amilun. Əməl edənlərdən başqa. Əsas ürəyin təmiz olsun. Yayılmış sözdür. Otur, nə istəyirsən elə. Yox, belə yox. Gərək əməl eləyəsən. Bildiyə əməl eləyəsən. Əməlsiz deyir, insanlar həlak olur. Ondan sonra buyurur ki, vəl amilun kulluhum halikun illəl xalisun, illəl muxləsun. Buyurur ki, əməl eləyənlərin də hamısı həlak olur, xalislərdən başqa. Qəribədir, bir qrup insanlar günahla cəhənnəmə gedirsə, bir qrup insanlar yaxşı işlərlə cəhənnəmə gedir. Qiyamət günü olsun görəcəksiniz ki, nə qədər adam yaxşı işinə görə cəhənnəmə düşüb. Nə üçün? Yaxşı işləri gördürür sənə bəzən. Məğrur olursan, deyirsən, mən filan işi gördüm, evin yıxılır. Ondansa günah eləyib peşman olsun daha yaxşıdır. Şeytanın ən böyük, bir söz necə bir varlıqdır. Deyirsən ki, durum bu işi görüm. Deyir, əşi, neyinirsən eləyib? Qulağıma pıçıldayır. Durum gedin məscidə cümə namazını. Əşi, deyir, oturmuşsan evdə, indi göyə getdin, nə olacaq məsələn? Belə deyir. Deyirsən, çəkil yolumdan, durursan, gəlirsən məscidə, məsələn, cümə namazını qılırsan, məsələn, gəlir indi, həmin o şeytan ki, deyirdi, boş şeydir, deyir ki, halal deyil sənə, valla. Turdun, gəldin, o bəzi adamlar var ki, xüsusən gətirir, gün ortayacan, onlar üçün lap çətindir. O ki, sən yuxudan durdun, getdin, məscidə, cümə namazına, həmin pislədiyi, kiçiltdiyi əməl indi başlayır böyütməyə. Bu yolları hədislər bizə öyrədir. Buyurur ki, o sizi əməl eləyən insanlar əməldən sonra arxain olmuyor. Əməl eləyənlərin içində xalislər nicat tapır, ondan sonra axırı maraqlıdır. Vəl muxləsun fi xətərin azim. Muxləslər də arxain olmasın, onlar da böyük təhlükədədir. Yəni, həmişə diqqətli olun. Heç zaman arxainlaşmayın, ayağı uzat ki, vəssalam edə, mən şeytanla bitdi mənim məsələm. Belə olmur. Və axırda bunu deyim ki, sizdə sual yarana bilər ki, və sən bu qədər şeytanı şişirtdin, Quran buyurur, İnnə keydə şeytan kənə zəifa. Şeytanın hiləsi həqiqətən çox kiçikdir, azdır. Bunu deyim ki, baxır kimin üçün kiçikdir. Şeytana qələbə çalmaq üçün mütləq və mütləq bir qüdrətə sığınmalısan. Şeytanla Allahı baş-başa burax, bəli, onda şeytan zəifdir. Ortaya özün girdinsə ki, mən nəsə eləyəcəm, heç nə. Sənin kimi çoxlarını yəni qatdalayıb cibinə qoyur, bağışlayın bu ifadəmə görə. Sən meydana girəndə onunla vuruşmağa, əgər desən mən, onda o güclüdür. Hasan zəif olur. Get sığın aləmin sahibinə, Allah da deyir, gəl mənim ağuşumda, otur, görüm sənə tərəf gələ bilir, yoxsa yox. Ona görə də əlimiz əhl-i beytin ətəyində olsun, əlimiz Peyğəmbərin ətəyində olsun, əlimiz Allahın ətəyində olsun. Allaha sığınaq, Allahın ağuşunda olarıqsa Allah qüdrətlidir və bizi şeytana qalib eləməyə qadirdir. Bundan artıq başı uzaqrıtmayım. Allah bizi bu cümə günündə eşitdiklərimizə və danışdıqlarımıza əməl eləməyə müvəffəq eləsin inşallah. Allah bütün hacəti olanların hacətlərini rəva eləsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma.
İzzətin xatirinə izzətimizi əlimizdən alma. Hamımızın ürəyimizdə olan hacətlərimizdən özün xəbərdarsan. Bu məclisdə iştirak edənlərin qəlblərində nə hacətləri var, öz qüdrətlərindən həll elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Ailəmizdən, nəslimizdən, övladlarımızdan Peyğəmbər, Əhl-i-Beyt düşməni qərar vermə. Öz rəhməti, bərəkəti bizə, ailələrimizə, övladlarımıza nazil elə. Kimlər ki bizdən dua istəyib, iltiması dua deyib, hamısının hacətlərini rəva elə. Dünyadan köçənlərimizin hamısını qəriq rəhmət elə. Qalanlarımızı öz istədiyin yola hidayət elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Ömrümüzün axırıncı anını, son nəfəsimizi, ömrümüzün ən mübarək anı qərar ver. İmam Hüseyn əleyhissalamın qəbrini, məzarını ziyarət eləməmiş bizi bu dünyadan aparma.